Azərbaycan, Azərbaycan. Ey qəhrəman övladı şanlı vətəni, səndən ötürü can tökməyə cümlə qadiriz, səndən ötürü can verməyə cümlə hazırız. Düzrən bayrağımı yüksəltməyə, namusunu hifz etməyə. Azərbaycan himni böyük həvəs və ürəklə oxuyan bu balaca gələcəyin əskəri Riyad Səfərlidir. Digər azyaşlılar kimi onun da arzusu böyüyüb hərbi xidmətə getmək və torpaqlarımızı işğaldan azad etməkdir. Əskər olsan nə edəcəksən? Şuşamı və Qarabağımı xilas edəcəm. Mən paltar geymişəm ki, gedib Qarabağdan erməniləri öldürüb öz Qarabağımızı alacağıq. Mən böyüyüb Qarabağı geri alacağım və düşmənlərdən qisasını alacağım. Mən ona görə bu paltarı geymişəm ki, ermənilərdən öz qisasını alım. Bu balaca əskərlər Qubada təşkil edilən hərbi vətənpərvərlik təmayülü düşərgəyə yola salınıb. Səbail rayonundan olan Qarabağ müharibəsi veteranları və əlillərin övladları rayonun az təminatlı ailələrindən, Sos uşaq kəndindən, o cümlədə müxtəlif uşaq evlərindən olan bu balacalar Bakı Türk Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfədir ki, təşkil edilən Şahinlər yay istirahət düşərgəsinə göndərilib. Sizə yaxşı yol deyirəm, sizə uğurlar arzu edirəm. Bax, gördüyünüz bu avtobuslar vasitəsilə balaca əskərlər Qubaya düşərgəyə yola salınır. Məqsəd isə onların asudə vaxtlarının səmərəli təşkilidir. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yadda qalan edilməsi üçün müxtəlif məşğələ və yarışlar təşkil ediləcək. Quba şəhərinə gedəcəyik, orada yekun mərhələsi keçirəcəyik. Hətta orada özlərini aktiv aparan, özlərini daha nümunəvi aparan, ayrı-ayrı keçirilən yarışlarda, simpoziumlarda, ayrı-ayrı orada biz şən startlar deyib, həmin bir tədbirlər keçirəcəyik, yarışlar keçirəcəyik ki, o yarışların sonu olaraq bir mükafatlandırma mərasimində keçirəcəyik ki, ondan sonra biz balalarımızı geri qaytaracağıq. Düşərgə 2 həftə davam edəcək. Nərbin Əhmədli, Vüsal Babayev, Yurt Xəbər.